Salam dostlar, necəsiniz? Hər birinizi Ramazan və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü video vloqumuz sizi təbiət ilə valeh edən, insanları ilə səmimi və qonaqpərvər olan gözəl Zaqatalaya aparacaq. Doğrudan da vətənimizin hər qarşı ayrı-ayrılıqda bir gözəllikdir. Yol boyu qarşılaşdığımız mənzərələr, yaşıllığa bürünmüş dağlar, çiçəklərə bənzəmiş yollar insana xüsusi bir rahatlıq və sevinc bəxş edir. Bahar gələndə təbiət sanki yenidən canlanır, hər yer rəngə boyanır. Bu il Ramazan və Novruz bayramlarının eyni vaxtda təsadüf etməsi isə bu gözəlliyə daha da xüsusi bir rəng qatır. Zaqatalada bayram tamam başqa bir ruhda qeyd olunur. Burada bayram təkcə bir gün deyil, insanların qəlbində yaşatdığı ən gözəl ənənələrdən biridir. Paylaşmaq, qonaqpərvərlik, səmimiyyət və sevinc dolu bir ab-hava hər addımda hiss olunur. İnsanlar qapı-qapı gəzərək bir-birini təbrik edir, bayramlarının sevincini bölüşürlər. Biz də bu gözəl ənənələri yaşamaq üçün Zaqatalanın Əliabad kəndinə yollandıq. Dədəmin dostlarının evində qonaq olduq və bayramın əsl ruhunu orada hiss etdik. Əlimizlə bağlamalar götürüb kəndə evləri bir-bir gəzdik, qapılar döyüb bayramlaşdıq. İnanın bu hissi sözlə ifadə etmək çox çətindir. Hər qapı açıldıqda üzümüzə təbəssüm, ürəyimizə istilik dolurdu. İnsanların səmimiyyəti, içdən gələn bayramımız mübarək sözləri bizi çox duyğulandırırdı. Hər evdən verilən kiçik bayram payları isə bu gözəl ənənələrin nə qədər dəyərli olduğunu bir daha göstərir. Ramazan, Ramazan, Ramazan ey sevgili Ramazan, Ramazan nuruna erdir bizi. Sen rahmet dolu, huzurun yolu, kutlu bir ay. Bugün biz sadəcə bir kəndi gəzmədik. Biz milli mənəvi dəyərlərimizin necə yaşandığını, insanların ürəyində necə qorunduğunu gördük. Əsl bayram ovqatını paylaşmağın və birlikdə olmağın sevincini yaşadıq. Əgər siz də bu səmimi anların şahidi olmaq istəyirsinizsə, videomuzu sona erdək izləməyi və bəyənməyi unutmayın. Bayramınız mübarək olsun. Hələlik dostlar. Nuruna